Qorxum budur, cavanlar iki bucuraq leylar, bunların içində nənəsi cavan ölən onlar. Doğrudan nənə böyük nimətdir oladın başında. Allah göstərməsin, oğul ola, qız ola, nənəni cavan əldən. Nənə böyük dayaqdır insana. Ürəyimə gələndə deyər, qoy gedim nənəm evinə. Gələr nəniyə dərdin deyəndə ürəyi boşalar. Amma əgər görsüz bayram günüdür, bir cavan oğlan üzün qoyub bir qəbrin üstünə, bil onun nənəsi cavanı. Allah 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 Allah, Əli Cəmilə diyor balaca balaları Zəhra dörəsinə. Əvvəldə Əli səslədi, Həbibəti Fatimə, gözün açmadı. Ondan növbə Həsənindi, Həsən səslədi, nənə, nənə. Xanım gözün açmadı, ay ağlayan gözlərizə mənim gözlərim qurban. Zeynəb çağırdı, nənə mən Zeynəbim. Amma gözlər açılmadı. Dedi nənə, mən Hüseynəm, yumulan gözlərə qurbanəm ana. Gül kimin pər-pər olan peykərə qurbanəm ana. Mənə könək taxıyan əllərə qurbanəm ana. Allah aynen 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 aynen. Bilməyəm nən özdən nə cür ayrıldınız. Ay nənəsi ölənlər. Bəzən görərsən deyə tabutu saxlayım, mən üzünü qoyum nənəmin üzünə. Ondan nənəmdən ayırım məni. Bəzən görərsən qəbrisində vida elər. Amma İmam Hüseyin bu cür vida elədi. O dodaqların qoydu nənənin ayaqlarına. Əyaqıbı yəhiyəm, Kərbəlaya tez gələsən. Deməyəm oğlum Əli Əkbər öləndə gələsən. Yox nənə, onda gəlməsən ürəyim sınmaz. Deməyəm oğlum Əli Əsgər öləndə gələsən. Qasimim qana batıb fəzlim öləndə gələsən. Mənə minnətdir əbəl fəzlim öləndə gələsən. Ya Hüseyin